Mütəxəssislər məhsuldarlığın təhlükə altında olduğunu deyirlər. Əgər bu cür hava bir neçə gündə davam edərsə, nəticələr daha ağır ola bilər. Külək, yağış, temperaturun aşağı düşməsi sadəcə hava dəyişdiyi kimi görünsə də, bu şərait aqrar sahədə bir sıra problemlər yaradıb. Elə bir dövrdür ki, həm meyvə ağacları çiçəkləyir, həm də bostan və tərəvəz bitkiləri əkilir. Əkilməli idi, amma mövcud hava imkan vermir. Yaz fəsli olsa da ölkənin bir çox bölgəsində yağış, külək və soyuq hava müşahidə olunur. Hətta bəzi dağlıq ərazilərdə şaxta qeydə alınıb. İndi taxılın çiçəkləyən dövrüdür. Bu küləkli hava, yağışlı hava, bunun çiçəklənmə, tozlanmasına pis təsir göstərir. İndi bunu bilmək olmur. Biçin vaxtı görəsən ki, məhsuldarlıq azdır. Fikirləşsən ki, nə oldu bana məhsuldarlıq düşdü. Ancaq yadva düşəndə ki, bu vegetasiya dövründə, çiçəklənmə dövründə bu küləkli idi, yağış yağdı. O məhsuldarlığa birbaşa təsir eləyir. Fermerlər küləkli və soyuq havadan da narahatdır. Bu hava şəraiti həm çiçəkləri zədələyir, həm də bostan bitkilərinin inkişafını ləngidir. Mütəxəssislər də deyir ki, hava şəraiti bir həftədə belə davam etsə, məhsuldarlıqda ciddi azalma ola bilər. Məsələn, yemçiliyə ciddi ziyan vurub. Bilirsiniz ki, artıq yoncanın birinci biçini başlayıbdır. Əgər yoncanı sərgidə yağış vurursa, artıq həmin o otun keyfiyyəti tamamilə sıradan çıxır. Yəni, o zay olur. Hazırda da hava temperaturu az olduğuna görə yonca ot sərgidə uzun müddət qalmalıdır ki, qurusun. Fermerlər ümid edirlər ki, havalar tezliklə sabitləşəcək və məhsul itkiləri minimum olacaq. Əks halda təkcə təsərrüfatlar deyil, bazarlardakı qiymətlər də bu vəziyyətdən təsirlənə bilər. Fidan Səfər, Bəkir Əşimov, Space xəbər.